Hər vaxtınız xeyir. ABŞ prezidenti Donald Trump İranla əldə olunan razılaşmanı müdafiə etməyə davam edir. Pensilvaniya ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Trump bildirdi ki, Vaşinqton və Tehran arasında formalaşan anlaşmanı tənqid edənlər, o cümlədən bəzi respublikaçı siyasətçilər məsələyə daha geniş baxmalıdırlar. Prezident xüsusilə İranla bağlı sərt mövqeyi ilə tanınan senator Ted Cruz və digər müttəfiqlərinin tənqidlərinə cavab olaraq bildirdi ki, əldə olunan razılaşmanın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Trumpın sözlərinə görə ABŞ administrasiyası hesab edir ki, məhz bu yanaşma həm Amerikanın, həm də beynəlxalq təhlükəsizlik maraqlarına uyğundur. Prezident vurğulayır ki, Tehran nüvə silahı əldə etməmək öhdəliyini qəbul edib və bu məsələ danışıqların əsas üsullarından biridir. Ağ Ev rəhbəri eyni zamanda bildirir ki, Amerika ictimaiyyəti İrana qarşı sərt siyasətin tərəfdarıdır. Onun fikrincə, ABŞ vətəndaşları İranın nüvə silahına sahib olmamasının qarşısının alınmasını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirlər. Trump həmçinin İranla qarşıdurma çərçivəsində həyata keçirilən əməliyyatların ABŞ üçün ciddi maliyyə yükü yaratmadığında iddia edibdir. Bu açıqlamalar fonunda Konqresdə də diqqət çəkən addımlar atılıbdır. ABŞ Senatı administrasiyanı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni qəbul edibdir. Sənədin lehinə 50, əleyhinə isə 48 senator səs veribdir. Qətnamədə Konqres tərəfindən ayrıca təsdiqlənməyən və ABŞ-nin birbaşa müdafiəsi üçün zəruri hesab edilməyən hərbi əməliyyatlardan Amerika Silahlı Qüvvələrinin geri çəkilməsi tövsiyə edilir. Bununla belə sənəd hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır. Yəni, administrasiya bu çağırışı nəzərə almaya da bilər. Vaşinqtondan bu saatda çatdıracağım məlumatlar bunlar idi.